Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə 92, 91, 170 marşrutlarından 150-200 metr məsafədə 2 mərtəbəli 4.5 sotun içində ara mərtəbəsi monolit ilə inşa olunmuş bir 6 otaqlı həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, alıb olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Nəzərinizə çatdırım, evin bələdiyyə sənədidir, 6 otaqlıdır, normal təmirli yaşayışlı evdir, yüngülvari kosmetik ehtiyacı olacaq. Alan adam istərsə abonelər dəyişməlidir. İndi birinci həyəti ilə tanış olaq, hörmətli izləyicilər. Gördüyünüz kimi həyətinə rahat bax belə 4-5 maşın daxil ola bilər. Ev şəxsi tikilidir, ara mərtəbəsi monolitdir. Buradan giriş dərvazasıdır. Gördüyünüz kimi buradan girən kimi fikir verin, hörmətli izləyicilər. Birbaşa 4-5 maşın ilə 3-4 maşın bura rahat daxil olur. Burada gördüyünüz kimi geniş həyətidir, əlavə geniş həyətidir. Keçən də evin, hörmətli izləyicilər, içi ilə tanış olağın. Həyəti gördüyünüz kimi evdə 5-6-5 daş kürsüdə inşa olunub. Yol qalxdığına görə kürsü itib. Ara mərtəbəsi monolitdir, ev kip evdir. Yəni şəxsi inşa olunmuş bir evdir. Buradan daxil oluruq evin içinə. Girən kimi gördüyünüz kimi geniş dəhlizdir. Hörmətli izləyicilər, bax dəhlizi genişdir. 2 metr 2.22 minimum var, rahat. Deyim ki, nəzərinizə çatdırım. Gördüyünüz kimi, hörmətli izləyicilər, bax bura dəhliz hissəsidir. Dəhlizi geniş, ürək açan, buradan 2-ci mərtəbə üçün pləkandır. Ara mərtəbələri yenə deyilin, monolitdir. Girən kimi, sağ tərəfdə burada sanuzel hissəsidir. Bura, bax görürsünüz, sanuzel hissi, hamamdır bu hissəsi. Hamamı gördüyünüz kimi təmiri vəziyyətdədir. Sanitar qovşağı ayrıdır. Baxın, sanitar qovşağı da ayrıdır. Burada təmiri yaxşıdır. Ev çoxdanın təmiridir, hörmətli izləyicilər. Bax, nəzərinizə çatdırım, qapılar özə təmiz taxta qapılardır, əldə düzəlmə qapılardır, bağlı qapılardır. Demək, sağda burada mətbəxdir. Mətbəxə haradasa 14 saat belə kvadrat olar. Gördüyünüz kimi də bura. Mətbəx mebelləri, kombilər evin içində qalır. Gördüyünüz kimi, hörmətli izləyicilər. Qapılar da ürək açan qapılardır. Solda burada bir balaca xudmani köməkçi bir otaq kimi nəzərdə tutulmuş. Yəni, yaşlı adamlar yuxarı aşağı düşə bilmədiyinə görə aşağıda istirahətçi belə bir otaq yaradıb ev sahibi. Sonunda burada böyük bir zaldır. Zalı da haradasa 5 metrdir, 10 metrdə hörmətli izləyicilər. Demək uzunluğudur. 50 kvadrat buranın qonaq otağıdır. Yəni otaq da genişdir, evin zalı da genişdir. Yəni ev nəzərinizə çatdırım, yəni otaqları rahat ürək açandır. Gördüyünüz kimi 50 kvadrat ilə zalıdır, 5-in 10-a. Keçən də 2-ci mərtəbədəki otaqlarla, 4 otaqla tanışıyoruz. Cəmi 6 otaqdır. Aşağıda bir zal, bir çöt, bir yataq otağıdır. Yuxarıda da 4 otaqdır. Qalxır bura 2-ci mərtəbə. Bax, pləkanları kipdir. Düzdür, taxtadan da yığılsa, amma bir dənə səs, küt, səs oynamaq yoxdur. Bir dənə aboylar dəyişilməlidir, hörmətli izləyicilər. Yəni, elə bir ciddi bir problemi yoxdur. Demək, qalxan kimi 2-ci mərtəbə balkona çıxışdır. 2-ci mərtəbənin sanuzeldir. Qoy buranı da göstərək. Bu da 2-ci mərtəbənin sanuzeldir. Burada bir dənə hamamdan biraz şey verib, bu çox evlərdə olur. Hamamdan verib, oraya mata vırırsa düzələcək. Burada solda bir yataq otağıdır, uşaq otağı deyək, nəzərə çatdırım. Yüngülvari kazım, amma polu zadı həqiqətən çox kipdir, əsmə yox, çünki ara mərtəbəsi monolitdir. Hörmətli izləyicilər, bu hissəsi əvvəl yuxarıda da mətbəx olub. Ev sahibi ləğv eləyib. Buranı bir otaq eləyə bilərsiniz. Yenə də sirri mətbəx kimi də saxlaya bilərsiniz. Sistemlər zadamızı çəkib, sirri ləğv eləyin, otaq kimi də istifadə eləyə bilərsiniz. Pəncərlərdən tam rahat işıq düşür evin içinə. Burada yenə də böyük bir otaqdır. 5-in 5-ə, 25 kvadratlı bir yataq otağıdır. Pəncərəsindən də tam rahat işıq düşür. Yenə qeyd edirəm, burada aboylar, yüngülvari kosmetik ehtiyac var. Elə güclü xərcə ehtiyac yoxdur. Qapılar da təmiz baxılı qapılardır. Sonda burada da yenə bir 20-25 kvadratlı bir yataq otağıdır. Gördüyünüz kimi.
Bütün nə varsa otaqların da genişliğini göstərdim. Ev işıqlı evdir, havalı evdir. Yəni bunu nəzərdə çatdırın ki, hörmətli izləyicilər. Ara mərtəbəsi monolitdir. Ev sahibi özünə şəxsin elətdirib. Ev kip evdir. Sadəcə yüngülvari çoxdan təmin edir. Yüngülvari kosmetik ehtiyac var. Kimlər evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər aramızı kodlaşdırıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Evin qiyməti 160 min start qiymətdir. 4.5 sotun içindədir. Demək 160 min start qiymətdir. Real alıcı olsa endirim olacaq. Birbaşa sahibinə görüşəcək. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik.